Şərqdə qurulan ilk parlamentli respublika. Qadınlara dünyanın bir çox qabaqcıl ölkəsindən, hətta ABŞ-dan belə əvvəl səs vermə hüququ verən bir dövlət. Və bütün bunlar cəmi 23 ay ərzində. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin qısa amma inanılmaz dərəcədə təsirli hekayəsidir. Düşünün, bir imperiyanın xarabalıqları üzərində qurulan və cəmi 23 ay yaşayan bir respublika. Bu qısa ömür sizi aldatmasın. AXC-nin atdığı addımlar o qədər fundamental idi ki, onun mirası 10 illiklər sonra belə Azərbaycanın müstəqillik mübarizəsinin təməlini təşkil etdi. Yaxşı, bəs belə bir mütərəqqi respublika, xüsusən də müsəlman şərqində, o dövrün xaotik şəraitində necə yarana bildi? Gəlin biraz geri gedək və bu dövlətin yaranmasını qaçılmaz edən hadisələrə nəzər salaq. Təsəvvür edin, Birinci Dünya Müharibəsinin sonu, Rusiya imperiyası çökür və bütün Qafqaz sözün əsl mənasında alov içindədir. Məhz bu xaosun ortasında 1918-ci ilin martında baş verən qırğınlar Azərbaycanlılar üçün bir oyanış siqnalı oldu. Artıq başqalarının idarəsi altında yaşamağın mümkün olmadığı anlaşıldı. Bax, bu zərurətdən cəmi 2 ay sonra mayın 28-də Tiflisdə müstəqillik elan edildi. Və bu bəyannamə sadəcə bir kağız parçası değildi. Bu, yeni bir düşünce tərzinin manifestiydi. Orada deyilirdi ki, cinsindən, dinindən, milliyyətindən asılı olmayaraq, bu ölkənin hər bir vətəndaşı bərabər hüquqlara malikdir. Unutmayaq ki, bu, ABŞ-da qadınların səs vermə hüququ qazanmasından hələ 2 il əvvəl baş verirdi. Yəni, bu, təkcə müstəqillik elanı değildi, həm də gələcəyə bir baxış idi. Amma bilirsiniz, müstəqilliyi elan etmək bir şeydir, onu qoruyub saxlamaq isə tamam başqa bir məsələdir. Gənc cümhuriyyətin yaşaması üçün beynəlxalq tanınma və müttəfiqlər hava su kimi lazım idi. İlk dəstə isə Osmanlı Türkiyəsindən gəldi. Batum müqaviləsi təkcə kağız üzərində bir tanınma değildi, həm də gənc respublikanın sağ qalması üçün həyati əhəmiyyətli hərbi yardım vədi idi. Yaxşı, deməli, müstəqillik elan edildi. İlk müttəfiq də tapıldı. İndi isə ən çətin hissə başlayırdı. Sıfırdan bir dövlət qurmaq və bunu cəmi 23 ay ərzində etmək. Gəlin görək, onlar bu qısa zamanda nələrə nail oldular. Bir dövlətin müstəqilliyini qorumağın ilk şərti nədir? Əlbəttə ki, güclü ordu. Cümhuriyyətin qurucuları bunu çox yaxşı anlayırdılar. Ona görə də elan olunandan cəmi bir ay sonra, iyunun 26-sında dövlətin suverenliyinin qarantı olacaq milli ordu yaradıldı. Bu, sadəcə bir hərbi birləşmə deyildi. Bu, müstəqil dövlətçiliyin ən vacib atributlarından birinin qurulması demək idi. Və bu sürətli quruculuq dayanmırdı. Ordunu qurduqdan cəmi bir gün sonra, iyunun 27-sində. Daha bir fundamental addım atıldı. Azərbaycan dili dövlət dili elan olundu. Bu nə demək idi? Bu, millətin özünü dərkinin və mədəni suverenliyinin təsdiqi idi. Artıq dövlət öz xalqı ilə öz dilində danışacaqdı. Deməli, ordu quruldu, dövlət dili elan edildi. Bəs bu yeni dövlətin simvolu nə olacaqdı? Çox gözləmək lazım gəlmədi. Noyabrın 9-da bu suala da cavab verildi. Və bugün də qürurla dalgalanan üç rəngli bayrağımız qəbul edildi. Mavi, Türk kimliyi, qırmızı, müasirlik və demokrasiya, yaşıl isə İslam sivilizasiyasına bağlılıq. Bu, təkcə bir parça değildi. Bütün bir millətin ideallarını özündə birləşdirən bir manifestdir. Və nəhayət, bütün bu addımlar dekabrın 7-sində öz zirvəsinə, kulminasiya nöqtəsinə çatdı. Müsəlman şərqində ilk parlament fəaliyyətə başladı. Və bu, sadəcə bir ad değildi. Bəyannamədə vəd edilən bərabərlik burada reallığa çevrilmişdi. Təsəvvür edin, o parlamentdə təkcə Azərbaycanlılar yox, erməni, rus və digər azlıqların nümayəndələri də təmsil olunurdu. Bu, sözdə deyil, əməldə demokratiya idi. İçəridə inanılmaz bir sürətlə müasir bir dövlət qurulurdu. Bəs xaricdə vəziyyət necə idi? Xaricdə isə gənc respublika iki nəhəng qüvvənin arasında sıxışıb qalmışdı. Bu, incə bir diplomatik kəndirbazlıq oyunuydu və hər səhv addım fəlakətlə nəticələnə bilərdi. Vəziyyətin mürəkkəbliyini anlamaq üçün bu iki reallığa baxmaq kifayətdir. Bir tərəfdə müstəqilliyi ilk tanıyan və hərbi yardım göstərən qardaş Türkiyə var. Digər tərəfdə isə Cümhuriyyətin varlığını qəbul etməyən və sərhəddə getdikcə daha böyük təhlükəyə çevrilən Sovet Rusiyası,
AİŞC diplomatiyası məhz bu iki od arasında müstəqilliyi qorumaq kimi çətin bir vəzifə ilə üz-üzə idi. Bu təhlükəli mühitdə Cümhuriyyətin yeganə ümidi qlobal dəstək qazanmaq idi. Bunun üçün də ən doğru məkan Birinci Dünya müharibəsinin yekunlarını müəyyən edən Paris Sülh Konfransı idi. Nümayəndə heyəti ora bir missiya ilə getmişdi. Dünyanın böyük güclərini inandırmaq ki, Qafqazda yeni, müstəqil və demokratik bir dövlət doğulub və onun dəstəyə ehtiyacı var. Aylar davam edən gərgin diplomatik mübarizədən sonra nəhayət 1920-ci ilin yanvarında o xəbər gəldi. Antantanın Ali Şurası, yəni dövrün qalib gücləri, Azərbaycanın müstəqilliyini de facto tanıdı. Bu sadəcə bir qələbə deyildi. Bu, gənc respublikanın beynəlxalq səhnədə mən də varam deməsi idi və bu, Cümhuriyyətin ən parlaq anı, ən böyük diplomatik uğuruydu. Ancaq təəssüf ki, bu diplomatik uğurdan cəmi bir neçə ay sonra faciə baş verdi. Zirvədən eniş çox sürətli oldu. Gəlin indi Cümhuriyyətin süqutuna səbəb olan hadisələrin son pərdəsinə baxaq. Bu, sanki hazırlanmış bir tələ idi, bir zəncirvari reaksiya kimi. Hökumət böhranı içərdəki sabitliyi pozdu. Eyni anda başlayan erməni qiyamları ordunun diqqətini və əsas gücünü Qarabağa yönəltdi. Nəticədə nə oldu? Şimal sərhəddi tamamilə müdafiəsiz qaldı və 11-ci Qırmızı Ordu üçün yol açıldı. Son zərbə isə ultimatum oldu. Parlament çox ağır bir seçim qarşısında qalmışdı. Ya qanlı bir müharibə və xalqın qırılması, ya da müstəqilliyin qorunacağı vədinə inanaraq hakimiyyəti təhvil vermək. Onlar ikinci yolu seçdilər, nahaq qan tökülməsinin qarşısını almaq üçün. Amma acı həqiqət o idi ki, onlara verilən bu vəd heç vaxt yerinə yetirilməyəcəkdi. Və beləcə 11-ci Qırmızı Ordunun Bakıya girməsi ilə Şərqin İrş Cümhuriyyətinin hekayəsi sona çatdı. Cəmi 23 ay. Yaxşı, bəs niyə süqut etdi? Səbəb təkcə İxsi Qırmızı Ordunun işğalı deyildi. Bu, əslində bir neçə fəlakətin eyni anda baş verməsi idi. Beynəlxalq təzyiqlər, Ermənistanın hərbi təcavüzü, daxildəki hökumət böhranı və bolşeviklərin pozuculuq fəaliyyəti. Bütün bunlar bir araya gələndə, təəssüf ki, gənc respublikanın müqavimət göstərmək şansı qalmadı. Azərbaycan Xalq Cümhuriyyəti fiziki olaraq süqut etsə də, onun ideyaları, qurduğu təməllər və azadlıq ruhu heç vaxt ölmədi. Bəs onun bu qısa, lakin şanlı hekayəsi bugün öz suverenliyini qorumağa çalışan xalqlar üçün hansı dərsləri ehtiva edir? Düşünürəm ki, bu, hər birimizin üzərində düşünməyə dəyər bir sualdır.